icrası üçün pul veriləcək. Bunu dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Layihədə gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanlara dəfn mərasimlərini həyata keçirmək üçün vəsaitin verilməsi məsələsi də öz əksini tapıb. Burada söhbət yardım göstərməkdən gedir. Bu vəsait ehsan vermək üçün deyil, dəfni icra etmək üçün nəzərdə tutulur. Komitə sədri əlavə edib ki, layihədə məzarlıqlarla bağlı bir çox məsələlər, məzar yerlərinin ayrılması, onların ölçüləri, büstü, onların qəbirstanlıqda o bastırılan şəxslərin, yəni o qəbirlərin arasındakı olan məsafələrin həcmi və s. qanunləşdiriləcək. Da bu indən sonra pərakəndə şəkilində baş verməyəcək. Yəni səliqə ilə ölçülüb biçilmiş şəkildə bu məsələlər həyata keçiriləcək. Yaxşı görək, indi pulu kimlərə verəcəklər? Mənim üçün çox maraqlıdır. Demək, Mübariz müəllim deyib ki, bu qanun bütün vətəndaşlara şamil olunur. Yəni hamıya pul veriləcək. Amma müəyyən rüsumlar var. Demək, məzarların saxlanması üçün nəzərdə tutulan rüsumun məbləği çox cüzi olacaq. Rüsumun məbləği qərar layihəsində göstərilməyib. Ancaq söhbət çox da böyük rüsumlardan getmir. Demək, axı bu qəbirstanlıqda xidmət göstərən şəxslər var, oranın təmizlik məsələsini həyata keçirən şəxslər var, yaşıllaşdırılması, gözəlləşdirilməsi. Bax, bu məsələlər həyata keçirən insanlara təbii ki, bu maaş verilir. Yəni, bu rüsumdan bütün, necə deyərlər, bu məsələni həyata keçirmək üçün xərclərin ödənməsinə, daha doğrusu o qəbirstanlığın səliqəli, təmiz, ondan sonra standartlara uyğun saxlanması üçün xərclənəcək. Yəni, çox cüzi bir rüsumdan söhbət gedir. Əgər şəhid ailəsi, şəhid olan vətəndaş, kimsəsiz demək, insan olarsa, ona görə heç bir rüsum alınmayacaq. Bu cür hallar layihədə nəzərə alınır. Mübariz Qurbanlı hazırda qərar layihəsini Nazirlər Kabineti tərəfindən baxıldığını qeyd edir. Mən istəyirəm, icazə versəydiniz, öz şəxsi fikrimi deyim bu məsələ ilə bağlı. Məsələn, biz xarici ölkələrdə, Avropa ölkələrinə gedirik və orada olan qəbirstanlıqları da görürük və bizim ölkəmizdə olan qəbirstanlıqları da biz təbii ki, görürük, baxırıq və görürük ki, müqayisə edəndə nə qədər fərqlər var. Avropada qəbirstanlıqlar tək qəbir yerləri deyil, yəni insanların dəfn olunması yeri deyil. Ora böyük bir parkı xatırladır. Orada çox səliqə, səhman hökm sürür. İdeal təmizlik hökm sürür. Orada kim istədi, harada istədi gətirib ölü bastıra bilməz. Yəni, bütün bunlar çox ciddi nəzarət olunur. Hətta insanlar, elə insanlar var ki, sakitliyə çəkilmək üçün o qəbirstanlıq ərazisində olan o oturacaqlarda gedib onlar otururlar. Kitab oxuyan insanları da mən görmüşəm. Yəni, bizdə qəbirstanlığın o dəhşəti, ondan sonra oranı bir, necə deyim, bir qorxulu bir obyekt yerinə çevrilməsinin əslində orada olan o səliqəsizlik, ondan sonra orada o bizim özümüz tərəfindən yaratdığımız o dəhşətlər, o qəbir daşlarının üzərində çəkdiyimiz, məsələn, deyək ki, bu adam avtomobil qəzasına düşüb, o damcıları, o nə bilim, çox belə pis formada bütün biz bunları həyata keçiririk. Hər şey qara, qapqara, qorxulu, vahiməli, ətrafda bağlayırlar. Elə bil ki, bu ölü Allah eləməsin, durub oradan qaçacaq. Bu ölü hara qaçacaq? Bunu biz kimdən qoruyuruq? Niyə qoyuruq o dəmirlərə, niyə alırıq? Axı bu, məsələn, indi görüntülər gətirilir. Orada insan gedib kitab oxuya bilər. Bu ki, insanlar qorxurlar. Yəni, bu köldən, gözdən uzaq bir yer olduğuna görə ora olur məskən salır orada heyvanlar, pişiklər, itlər, küçə itləri, məsəl üçün deyək. Cadugarların, belə deyək ki, indi oylağına çevrilir. Onlar da geniş qəzetdə orada, burada, nə bilim, mediada deyilir, filan kəs getdi orada və filan şeylərdi peşə. Bu da təsir edir də. O obrazı yaratmaq üçün bu da təsir edir. Ona görə çox adam qəbirstanlığa getmək istəmir. Mən belə hesab edirəm ki, bu qanun çox gözəl qanundur. Mübariz müəllim bütün bu məsələlər ətrafında danışıb və deyib ki, indən sonra belə olmayacaq. Bizim də qəbirstanlıqlarımız parkı xatırladacaq.